Hamıya salam və bu mənim ilk YouTube shortsumdur. Bu da Güldə YouTube shortslarda nəsə çəkmək üçün bir özünü hazır hiss etdi və mən bu günləri istəyirəm sizə bitmiş kosmetikamı göstərim. Mən beauty bloger deyiləm. Əgər məni birinci dəfədir kimsə görürsə, salam. Mənim adım Güldür və bu lifestyle kanalımdır. Siz bura necəsə gəlib çıxmısınız shortslardan yəqin ki. Və mən bu gün sizə bitmiş kosmetikamı göstərmək istəyirəm, çünki son zamanlar köhnə YouTube videolarına baxıram və çox ilhamlanıram. Birinci göstərmək istədiyim bu baxım kosmetikasıdır. Bu Ordinary'dir. Belə də göstərim istəyirsiniz. Ordinary'nin peelingidir. Mən bundan əvvəlki videoda da onu tərifləmişdim. Bu Essence-ın belə bir konturudur. Qarıcı belə görünür. Görürsüz də bitib. Yəni normalna, not bad, not good. Əlbəttə ki bu Dior ya da Chanel deyil, bu prosta Essence-dır. Sonra keçirik mənim favorit tintlərimə. Bu onlardan birincisi idi, ikincisi də var. Почти qurtarır o da. Bu Kiko Milano'dur. Gördüyünüz kimi halı heç yaxşı deyil. Bu onların səhv etmirəmsə nəsə təbiətlə bağlı bir lineykalarından olan pomadadır. Bu boyu çox redko istifadə edirdim, amma çox razı qaldım. Çox yaxşı pomadadır. Hələ biraz qalıb, bəlkə də işlədəcəm. Və keçirik mənim burada olan ən favoritlərimdən favoritə. Bu Yves Rocher'in nəmləndirici pomadasıdır bu. Belə Yves Rocher'in nəmləndirici pomadası. Mən ondan çox razı qaldım. İkinci dəfə mütləq bunu alacağam. Mən heç razı qalmadım. Birazcık işlətdim, heç bir xeyri olmadı. Bu Lux Visage'ın belə bir qaş üçün sabitləyicisidir. Bu heç bir işə yaramır. Yəni birdən kimsə aldanıb almaq istəsə bunu almayın. Videolarımda, şəkillərimdə mənim belə yaşıl linerim var idi. O buydu. Artıq quruyub, üzərindən çox vaxt keçib. Bu AOA Studio Ace on Me belə bir liner idi. Bunu mənə o vaxtı göndərmişdilər. Vivienne Sabon'un fiksatoru. Mən bunu ikinci dəfə almaram, amma bu biraz işə yarayır. Bir damcı işə yarayır. Tövsiyəniz varsa qaş sabitləyicisi ilə mütləq mənə yazın. Mənim ehtiyacım var, ciddən ehtiyacım var. Bu L'Oreal'in bu konsileridir. Düzün deyim, mən bunu bəyənmədim. Yəni okey, örtücülüyü yaxşıdır, amma bir şey xoşuma gəlmir ki, çox quru eləyir səni. Elə bil ki, bütün gözümün altındakı, nə bilim, haranı vurmusansa, orada nə problem varsa hər şey görsənir. Prosta onun üstü ağdır. Yəni belə bir effekt yaradır. Mənim ilk shortsumdur. Ümid edirəm bu video sizin xoşunuza gəldi. Əgər elədirsə like qoymağı unutmayın və gələn videolarda görüşənədək.